Küçələrə baxın necə maraqlıdır. Deməli dostlar, bura Şakir Ağa türbəsidir. Bunun da burada kitabəsi var. Bura qum hamamıdır. Tarixi neçənci əsrə gedib çıxır xanım? 14-cü əsrə aid olan. Qaydaq yavaş-yavaş. Baxın nə qədər tündürdü. Salam aleyküm, hörmətli izləyicilər. Bugün Bakının ən qədim kəndlərindən olan Balaxanı kəndinə gəlmişəm. Balaxanı kəndi əvvəllər neft quyuları ilə tanınmasına baxmayaraq, hal-hazırda bir turizm bölgəsi kimi tanınır. İndi gəzək, baxaq, burada da tarixi abidələr çoxdur. Küçələrinə baxın. Yəni, buranın da küçələri çox gözəldir. Deməli dostlar, burada Balaxanıda 14-cü əsrə aid Hacı Şəhlə məscidi var. Deməli, Abşeron memarlıq nümunələrindən biridir. 14-cü əsr Abşeron memarlıq nümunəsidir. Çox gözəl tarixi abidədir. Onun sizə ətrafını göstərim. Qapısı açıqca içərinə də gələk, baxaq. Bunun da burada kitabəsi var. Oxuya bilənlər oxuya bilər. Bismillahirrahmanirrahim. Sonradan təmir olunubdur. Deməli dostlar, bura Şakir Ağa türbəsidir. Bu deməli Balaxanıda ən qədim abidələrdən hesab olunur. Tarixi 14-cü əsrə aid bir memarlıq abidəsidir. İndi onu sizə göstərim. Şirvanşahlar dövrünə aid olan tarixi abidədir. Görək, qapısı açıqsa içində girib baxa bilərik. Qapısı bağlıdır. Burada kitabəsi də var. Amma nə yazılıb bilmirəm. Oxuya bilənlər oxuya bilər. Kəndin məscidi də buradan görünür. Bura mərkəzi sayılır. Burada həm də info turu var. İndi gözləyirəm gəlsinlər. Ovdan var burada, qədim hamam var. Qapıları bağlıdır. İndi xanımlar gəlsin. Çalışacağım onları da görüm və sizə göstərim. Baxın, küçələr başdan ayağa belə.
Dayanacağa baxın necə bəzəyiblər. 14-cü əsrə aid bir qədim ovdan var burada. Başda ovdanlar çoxdur. İndi bir dənə baxaq onun içinə. 40 pillədən ibarətdir. 1920-ci ilə qədər istifadə olunur. 40 pillədən ibarətdir. 1920-ci ilə qədər istifadə olunub. Nə möhtəşəm. Baxın bura. Şirvanşahlar dönəmində inşa olunub. Hə, Şirvanşahlar dönəmi abidəsi. Əhalinin də su ehtiyatını təmin etmək məqsədidir. Gedə bilərik də, baxa bilərik. Bəli, Hə. Axıra qədər gedək, gəlmişik. Belə pilləkənlərlə düşürsən. Baxın bura. Yıxılmasaq yaxşıdır bura. Bu üstünə gör nə qədər çıxır. Çox gözəl abidədir. Buranı mütləq görmək lazımdır. Vay vay, çox gözəl. Qaydaq yavaş-yavaş. Baxın nə qədər döndürdü. Deməli, bura qum hamamıdır. Tarixi neçənci əsrə gedib çıxır xanım? 14-cü əsrə aid olan qum hamamıdır. Yaxınlaşaq, yəni baxaq ona da. Üç hissədən ibarətdir. Burada bitir. Belə gedir. Sanki qədim dünyadasan. Ümumiyyətlə, Azərbaycanda hamamlar belə çoxdur. Bakının kəndlərində ümumiyyətlə çoxdur belə tarix hamamlar. Necə texnologiyalarla tikilibdir. Allah bilir bu neçənci nələr olub burada. Üstə havalanması da var. Maraqlı abidədir, tarixi yerdir. İçinə girsən, çıxa bilmirsən. Tamamilə ayrı formada kanalizasiya sistemidir. Hə, kanalizasiya sistemi. Isə bəli, təmiz su sistemi. Qapıların belə aşağı olmasının səbəbi istiyə görə, isti qalsın deyən. Bəli, istiliyin qoyulmasına qalmasına görədir. Baxaq onda sizinlə. Bura oturma hissəsidir, salon kimi istifadə olunan hissədir. Hamam özü 6 il əvvəl restavrasiya edilib. 6 il əvvəl. Bəli. Aha. Orijinallığını qoruyub saxlanmasına görə tam örtülmüş bərpa olunmuyor. Bura isə ayrı-ayrı bir fərdi otaqlardır. Bəli. Çox qəribə mexanizm olub burada. Bura elə bir sonradan tapılıbdır. Nəsə elə bir Bilinirdi ki, bu konuda restavrasiyası 6 il əvvəl gəldi. Demək olar tamamilə bunun altında qalmış vəziyyətdə. qum hamamı adlandırılmasının səbəbi nə idi? İki versiya var. Bir versiya odur ki, nisbətən yer səviyyəsindən aşağıda yerləşir. İkinci bir versiyada odur ki, Yanardağın yaxınında 22 dağ var. O dağın qumundan həmin bu hamamda istifadə olunduğuna. Ona görə qum. Oldu xanım, çox sağ olun. Deməli, oradan gəlib burada bu quyuya çıxır.
sizə göstərmiş olum. Gəlib bura çıxır. Ətraflar da belə maraqlıdır burada. Qəbirstanlığı buranın çox böyükdür, həddindən artıq böyükdür. Bu gölləri də sizə göstərim. Bugünlük Balaxanı gəzintimiz bu qədər. Baxdığınız üçün təşəkkür edirəm hamınıza. Sonunda fikirlərinizi bildirməyi, bəyənməyi unutmayın. Sağ olun.